İşini itirənlər dövlətdən pul ala bilir. Söhbət işsizlikdən sığorta ödənişindən gedir. Bu, işini itirən şəxslərə dövlətin müvəqqəti maddi dəstək kimi verdiyi pul vəsaitidir. Şərtlər və qaydalar necədir? Bununla bağlı digər əməkdaşımız Zeynəb Nadirova qurum rəsmisi ilə birgə məlumat verəcək. Salam Zeynəb, eşidirik sizi. Gülşən, hər vaxtın xeyir olsun. Dövlət Məşğulluq Agentliyindən yeni məlumatımız var. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi olaraq əhaliyə bir sıra istiqamətlər üzrə xidmətlər göstərir. Bunlardan biri də işsizlikdən sığorta ödənişidir. Bu hansı hallarda verilir? Təbii ki, işini itirən şəxslərə verilir ki, hansı şəxslərdir bu və eyni zamanda hansı formada proses necə həyata keçirilir, hansı müddətə və hansı məbləğdədir? Bununla bağlı məlumatları elə Dövlət Məşğulluq Agentliyinin şöbə müdürü, təbii ki, media və informasiya şöbəsinin müdürü Əsmər Nəcməddin qızdan alacaq. Əsmər xanım, eşidək sizi, çünki bu istiqamətdə müəyyən bir fikir ayrılığı da yarana bilir vətəndaşlarda. Elə detallar sizdədir. Təşəkkür edirəm. Sizi və tamaşaçıları salamlayıram. Bəli, söhbət işsizlikdən sığorta ödənişindən gedir. İşsizlikdən sığorta ödənişi, işsizlikdən sığorta haqqında qanunda nəzərdə tutulmuş hallarda işçilərin itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş bir təminat formasıdır və bu ödənişi qanunla nəzərdə tutulmuş hallarda işini itirmiş şəxslər ala bilirlər. Bunlar kimlərdir? Dövlət orqanı, hüquqi şəxs və yaxud da ki, fiziki şəxs olan işə götürənin fəaliyyətinə xitam verilməsi, işçilərin, dövlət qulluqçularının sayı və ştatlarının ixtisar edilməsi, əmək müqaviləsinin müddətinin bitməsi, müddətli əmək müqaviləsi ilə çalışan şəxslər, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq vəzifədə çalışan işçinin öz iş yerinə bərpa edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması, əvvəllər müəssisədə və yaxud da ki, fiziki şəxs olan işə götürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz işinə qayıtmaq hüququndan istifadə etdikdə əsasları ilə işini itirmiş şəxslər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olurlar. Və bu hüququn yoxlanılması üçün vətəndaşlar ilk növbədə Dövlət Məşğulluq Agentliyinin yerli filiallarına, xidmət şöbələrinə və yaxud da ki, dost mərkəzlərinə müraciət edərək işsiz kimi qeydiyyata alınmalıdırlar. Çünki burada ilk şərt vətəndaşın işsiz kimi qeydiyyata alınmış olmasıdır. Və bundan sonra 10 gün ərzində araşdırma aparılır, şəxsin məşğulluq imkanları qiymətləndirilir və vətəndaşa işsizlikdən sığorta ödənişinin təyinatı və yaxud da ki, təyinatından imtina edilməsi ilə bağlı qərar qəbul edilərək ona bildirilir. Məbləğ və müddət məsələsinə gəldikdə, müddətli əmək müqaviləsi ilə çalışan işçi, əgər onun əmək müqaviləsinə bu əsasla xitam verilirsə, bu zaman təyinat müddəti 3 aydır, məbləğ isə minimum sığorta ödənişi məbləğindədir. Minimum sığorta ödənişi isə minimum aylıq əmək haqqı məbləğindədir. Digər əsaslarla işinə xitam verilmiş şəxslərə isə sığorta stajından asılı olmayaraq 6 ay müddətinə itirilmiş orta aylıq əmək haqqının 50% məbləğində təyinat həyata keçirilir və bu şəxslər 6 aydan sonra onların məşğulluğu təmin olunmadığı halda yenidən 3 ay uzadılma ilə bağlı müraciət edə bilirlər. Statistik göstəriciləri də son olaraq qısa şəkildə qeyd edeyim ki, təkcə cari ilin birinci rübə ərzində 3000-dən çox, 2025-ci ildə isə 10.805 nəfərə işsizlikdən sığorta ödənişi təyin olunub və mütəmadi olaraq qanuna bu ödəniş növünün daha çox vətəndaşı əhatə eləməsi üçün təkmilləşdirmələr və dəyişikliklər həyata keçirilir. Təşəkkür edirəm Əsmər xanım. Bəli, qurum rəsmisi artıq tam aydın şəkildə bunu izləyicilərin diqqətinə çatdırdı ki, fikir ayrılığı yaranmasın. Bəli, bizdən hələlik bu qədər. Gülşən, sözü yenidən sən ötürürəm.